Salam, xoş gördük. Yenidən sizin də həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədəndir üzrə ekspert Elnay Rəhimov Tambovski. İnsan davranışlarını və düşüncələrini dərin analiz eləməyə davam edirik. Bizim inanclarımız nə anlama gəlir? İlk öncə onu deyim ki, bizim inanclarımız bir həqiqət deyildir, bir fakt deyildir. Bizim inanclarımız bu dünya haqqında sadəcə hipotezlərdir. Hansı ki, vaxtı ilə bizim üçün faydalı idi, bizə sərf edirdi, bizim çıxarlarımıza xidmət edirdi və yaxud da vaxtı ilə biz onlar vasitəsilə həyatda qalırdıq. Və bəlkə də indi də bizə sərf edir, bizim çıxarlarımıza xidmət edir, onun vasitəsilə biz həyatda qalırıq, ilham alırıq və güc alırıq. Məsələ burasındadır ki, bunlar reallığın özü deyildir. İnanclar elə bir şeydirlər ki, biz onları davamlı olaraq yoxlaya bilərik, şübhə altına sala bilərik və dəyişdirə bilərik. Hətta inanmıram deyən bir kəs belə bir şeyin yanlış olduğuna inanan insandır. Bir şeyə inanmayan başqa bir şeyə avtomatik olaraq inanır. Yoxluğa dair inanc da bir inancdır. Diqqətinizə görə minnətdaram. Sağ olun.